Dünya görüşünü yoxla 18-ci hissə. Kakaonun vətəni haradır? Efiopiya, Meksika, yoxsa Zambiya? Bəli, cavab Meksikada. Ən çox atom elektrik stansiyası olan ölkə hansıdır? Çin, ABŞ, yoxsa Almaniya? Bəli, doğru təxmin etdin. Amerikadır. Dünyanın ən quru iqlimli materiki hansıdır? Afrika, Avstraliya, yoxsa Antarktida? Əla gedirsən. Avstraliya doğru cavabdır. İlk əlifbanı kimlər yaradıb? Mayalılar, Finikiyalılar, yoxsa Şumerlər? Cavab Finikiyalılar. Və sonuncu sual. Azərbaycanda xalq şairi adı ilk dəfə kimə verilib? Əhməd Cavad, Səməd Vurğun, yoxsa Rəsul Rıza? Cavab Səməd Vurğun. Neçə doğru cavabın oldu? Şərhlərə qeyd et. Keçən dəfə biri yazıb ki, deyir, ikinci dəfə deyir, baxanda hamısını tapdım.